Salam əziz bəylər və xanımlar. Reportajıma başlamadan əvvəl sizdən kanalımıza abunə olmağı və bəyənmənizi xahiş edirəm. Məlum olduğu kimi 3 may Ümumdünya Mətbuat Azadlığı günüdür. Yəni bugün jurnalistlərin beynəlxalq peşə bayramı və demokratiyanın əsas meyarlarından olan azad medianın xatırlanması günü kimi qeyd edilir. Bu məqsədlə də rəhbərlik etdiyim Azad Yeni Fikir Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyəti bugün tədbir keçirmiş və qərara alınmışdır ki, bu bayram münasibəti ilə bağlı hakimiyyətə qondarma ittihamlarla həbs edilən jurnalistlərin təcili buraxılması ilə əlaqədar bəyanat versinlər. Qeyd edim ki, Azad Yeni Fikir MMC-nin tərkibində bir neçə sayt, Həftəlik Azərbaycan və AYF TV adlı 2 internet telekanalı fəaliyyət göstərməklə yanaşı, digər sosial platformalarda səhifələr var. 2026-cı ilin əvvəlində beynəlxalq və yerli hüquq müdafiə təşkilatları hesabatlar vermiş və hesabatlara əsasən Azərbaycanda siyasi motivlərlə həbsdə olan jurnalistlərin və media əməkdaşlarının sayı 31 nəfərdən çoxdur. Həbsdə olanlar arasında 9 nəfər qadın jurnalistlər də var. Həbs edilən jurnalistlər əsasən Abzas Media, Meydan TV, Toplum TV və Kanal 13 kimi müstəqil tənqidi media orqanlarının əməkdaşlarıdır. Onlar qaçaqmalçılıq, vergidən yayınma və digər ağır cinayətlərlə ittiham olunurlar. Lakin hüquq müdafiəçiləri bu həbslərin jurnalistlərin peşə fəaliyyəti ilə bağlı siyasi motivli olduğunu bildirirlər. Azad Yeni Fikir MMC-də məhz hüquq müdafiəçilərinə qoşularaq bunu siyasi motivli həbs kimi bildirir. Ona görə də Azad Yeni Fikir MMC-nin Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı bəyanat vermişdir. Bəyanatı sizə təqdim edirəm. 1993-cü ilin dekabrın 20-sində BMT Baş Məclisinin qərarı ilə 3 may Ümumdünya Mətbuat Azadlığı günü kimi elan olunub. Məqsəd, dünyada söz və mətbuat azadlığı prinsiplərini müdafiə etmək, senzuranın yol verilməzliyini vurğulamaq və jurnalistlərin peşə fəaliyyətinə dəstək olmaqdır. Bir media təşkilatı olaraq mətbuat azadlığının məqsədini əsas götürərək, Azərbaycan hakimiyyətindən qondarma ittihamlarla həbs edilən Toplum TV, Abzas Media, Meydan TV və Kanal 13-ün əməkdaşlarının həbslərinin peşə fəaliyyəti ilə bağlı siyasi motivli olduğunu bildirərək jurnalistlərin təcili azadlığa buraxılmasını tələb edirik. Mən Aqil Mahmudov, Azad Yeni Fikir MMC-in qərarı ilə bağlı sizə açıqlama verdim. Çox sağ olun, diqqətinizə görə minnətdarım.